Salam, xoş gördük əziz izləyicilər. Bu videoda sizlər üçün DİM test toplusu 1-ci hissədən 3-cü situasiya məsələsini həll edəcəyik. Başlayaq suala. Deyir, şirkət mebel sexinə ümumi sayı 50 ədəd olan 3 müxtəlif növ iş masası sifariş verdi. Demək, ümumi sayı 50 ədəd olan 3 müxtəlif növ iş masası. Demək, diaqramdan görünür ki, böyük, orta və kiçik. Böyük masalar, orta və kiçik masalar olaraq 3 yerə ayrılır. Böyük ölçülü masa 120 manat. 120 manat. Orta ölçülü masa 80 manat. Və kiçik ölçülü masa isə 60 manatadır. Deyir ki, şirkət mebel sexi hər hansı növdən 20 ədəd və daha çox alan müştəriyə həmin növ üçün qiymətdə 25% endirim edir. Demək, 20 və 20 plus alan müştəriyə 25% endirim edir. Sonra deyir, şirkətdə 20 otaq var və alınmış masalar bəzi otaqlarda 2 növ, bəzilərində yalnız bir növ masa olmaqla yerləşdirilir. Diaqramda alınmış masaların faizlə miqdarı göstərmişdir. Demək, böyük ölçülü masalar 30% alınıb. İndi əgər 50 ədəd masa var idisə, böyük ölçülü masalar onun 30%-dir. Demək, onda böyük ölçülü masaların sayı 50-nin 30% olacaq. 50 vurulsun, 30 bölünsün 100. Bu eləyir 15 ədəd, demək, böyük ölçülü masa alınıb. Orta ölçülü masa isə 50% alınıb. Orta ölçülü masa 50-nin 50%. Yəni, bu da 25 ədəd eləyir. Kiçik ölçülü masa 20% olduğuna görə bu da 20-nin 50% olacaq. Bu da 10 ədəd verəcək. İndi burada endirimə düşən bir dənə orta ölçülü masadır. 25% endirim olacaq. İndi nə edirik? Birinci sualımız nədir? Sualda deyir ki, şirkət ən çox məbləği hansı növ masalara ödəmişdir və bu məbləğ ümumilikdə nə qədərdir? Bizdən elə qiymətini soruşur. Birinciyə endirim olmadığına görə 120 manat böyük ölçülü masadır. 15 ədəd alındığına görə böyük ölçülü masanın ümumi qiyməti 120-nin vuracaq 15-ə. 12-ni 15-ə vuranda 180, 1800 manat böyük ölçülü masalara veriləcək. Orta ölçülü masalar isə 80-in vuracaq 25-ə, amma 25% endirim olsa, onda 75% elə bir ki, 100-dən 25 çıxacaq. 75%-də 4-də 3 isə deməkdir. Vuracaq 4-də 3-ə. Gecək bundan ixtisar qalacaq 20, 20-nin 25-ə vuranda 500, 503-ə vuranda 1500 manat orta ölçülü masalara veriləcək. Və kiçik ölçülü masalara isə bu da 60 manatadır və 10 ədəddir. 60 vurulsun 10, bu da 600 manat pul eləyəcək. Deyir, ən çox hansına ödənilib? Məlum məsələdir. Burada görünür ki, böyük masalar ödənib. Nə qədər ödənib? 1800 manat. Demək, cavab olacaq böyük və 1800 manat. Keçdik ikinci suala. İkinci suala deyir ki, cədvəldə müxtəlif növ masalar və onların masalar qoymuş otaqların sayı göstərmişdir. A böyük ölçülü masalar qoymuş otaqlar çoxluğu, B orta ölçülü masalar qoymuş otaqlar çoxluğu, C kiçik ölçülü masalar qoymuş otaqlar çoxluğu olarsa, verilənlərdən istifadə edərək cavab vərəqində eyni diaqramı qurun. Demək, biz cədvəli görürük sağ tərəfdə. Cədvəldən istifadə edib Venn diaqramı quracaq. Demək, 3 növ olduğuna görə bunların həm orta, həm də böyük ölçülü masa yox qoyulmuş 0 dənədirsə, demək, nə edirik? Demək, burada Venn diaqramı qururuq. İndi bunun A, B, C-ni necə quraq? Bizə deyir ki, həm orta, həm də böyük ölçülü masa qoymuş otaq 0 saydadır. Demək, böyüklə ortanı yanaşı qoymayacaq. Çünki həm orta, həm də böyük üçün 0 dənədirsə, demək, bunun ortağı yoxdur. Onda kiçiyi ortaya salıram C-ni. B-ni qırağa salıram. Yəni, onsuz da böyüklə ortanın ortağı yoxdur. İndi burada deyir, şərtdə deyir ki, A böyükdür, B ortadır, C kiçikdir. İndi baxırıq cədvələ. Burada cədvəldə biz konkret olaraq yerin bildiklərimizi birinci yazmalıyıq. Kiçik ölçülü masa deyəndə, yəni C-nin içərisidir, bütöv. Burada 3 hissə var deyə biz birbaşa 7-ni yaza bilmirik harasa. Ona görə də biz ancaq sözlərinə baxaq. Ancaq böyük ölçülü masa qoymuş 5 ədəddir. Ancaq böyük ölçülü masa, böyük ölçü A idi, ancaq böyük ölçülü masa 5 ədəd bura olacaq. Ancaq kiçik ölçülü masa ortada qalan hissədir. Bunları verib bizə 1 ədəd.
Sonra həm kiçik, həm də orta ölçülü masa 4 ədəd. Həm kiçik, həm də orta 4 ədəddir. 4 olacaq burada. Sonra orta ölçülü masa 12 ədəddir. Orta ölçülü masa 12 ədəddirsə, orta ölçülü masa B idi. 4'ü buradadırsa bir dənə yer qalıb 8 ədəd. Kiçik ölçülü masa 7 ədəddir. Kiçik ölçülü masa C idi. 7 ədəddirsə 4, 1, onda bura qalacaq 2 ədəd. Demək, Venn diaqramımız bu cür olacaq. Sonra 9-cu suala diqqət edirik. 9-cu sualda deyir, konferans keçirilmək üçün otaqlardan ikisi seçilməlidir. Seçilmiş otaqlarda yalnız bir növdən olan masaların olması və otaqların birindəki masaların növünün digərindən fərqli olması hadisənin ehtimalını tapın. Demək, hadisənin ehtimalını tapmaq üçün mümkün halların sayı məxrəcdə olacaq, əlverişli halların sayı surətdə. Bizə deyir ki, yalnız bir növdən olan masaların olmalı. Daha doğrusu otaqlardan ikisi seçilməlidir. Burada məlum məsələdir ki, 20 dənə otaq var idi. İkisi seçiləcəksə kombinezon 20 elementdən ki olacaq. Amma sonra deyir ki, seçilmiş otaqlarda yalnız bir növdən olan masalar və otaqların birində masaların növünün digərindən fərqli olması. Demək ki, yalnız bir növ olanlara baxırıq. Bu diqqət edək. Yalnız bir növ olanlar bax, yalnız bir növdür. Budur. Demək, yalnız bir növ olanlar bunlardır. Bu 2 dənə, 4 dənə masalar bir növ deyil. Həm məsələn, kiçik, orta, böyük, bu cürdür. Demək, yalnız bir növ olan masalardan olması nə edəcəyik? Onda biz həmin o bir dənəni, ya bu 5 dənə otaqdan seçməliyik. Birin 5-dən, birin 1-dən, yəni eyni olmasın. Demək, olacaq, belə deyək də, kombinezon 5-dən 1 onsuz 5-ə bərabər olacaq. Elə birbaşa yazıram. Bu cür yazıram elə. Demək, 5 vur 1-in 1-dən seçərəm. Və ya 5 ilə 8-dən 1-ini seçərəm. Və ya müxtəlif hallar hansılardırsa hamısını götürürəm. Və ya da 1 ilə 8 ola bilər. Biri bu otaqdan olsun, biri bu otaq olsun. Demək, deyir, seçilmiş otaqlardan yalnız bir növdən olan masanın olması. Demək, bu otaqlarda yalnız bir növ masa var. Yəni, bu onu bildirirdi. Deyir, olması və otaqların birindəki masaların növünün digərinin fərqli olması. Bunun da fərqliliyi də biz ayrı-ayrı yerlərdən götürdük. Kiçik masa olan otaqlar, böyük masa. Yalnız bir dənə otaqda yalnız kiçik masalar var. Sonra 5 dənə otaqda yalnız böyük ölçülü masalar var. 8 dənə otaqda yalnız orta ölçülü masalar var. Ona görə də biz otaqları seçdiyimiz otaqların hərəsinin birindən seçməyimiz elə bizə onu verdi. Biz məsələn bunu kombinezon 5-dən 2 orada deməsəydi ki, demək otaqların birindəki masanın növünün digərindən fərqli olması deməsəydi, onda mən məsələn masanı artıq məsələn də otaqları bu cür seçə bilərəm. Kombinezon 5-dən 2 seçməklə biz böyük ölçülü demək yalnız böyük ölçülü masalar olan otaqlardan ikisini seçmiş ola bilərdik. Ona görə də biz birini buradan, birini bu otaqdan, birini bu otaqdan seçirik. Həm otaqlar fərqli olur, həm də masaları fərqli olur. Diqqət edin elə. Həm otağı, həm masası fərqli oldu. Bunu hesablayacaq biz. Bu da bərabərdir. 20 elementdən 2, 20 faktorial bölünsün 18 faktorial vurulsun 2 faktorial. Surətdə 5, 40, 45, o da 8, 53 eləyir. 20 faktorialla 18 faktorial gedir, qalır burada 19 vurulsun 20. 20 ilə də 2 faktorial 2 eləyir, gedir qalır 10. 190'da 53. Demək, doğru cavab 190'da 53 olacaq. Belə dəyərli şagirdlər, inşallah növbəti videoda görüşmək ümidi ilə sağ olun.